Deməli, davam edirik. 51-də deməli oldu bəndi bütün variantın onun yardımına sərf edir. Yəni 3-cü abzasda görürük ki, bu haqda danışılır. Yəni Həmidə xanımın Mirzə Cəlilə dəstək olması, mənəvi dəstək olması. Deməli 3-cü abzasa artıra bilərik. Sonra 52. Mətndə çərçivə daxilində verilmiş sözü əvəz edə bilər. Deməli, Sabir kimi şairi təqdir edən bir kişi olmadı. Təqdir edən. Təqdir etmək, deməli, burada qiymətləndirən, qiymətləndirmək mənasındadır. Təqdir etmək, qiymətləndirmək, bəli. Cavabımız olur bəndi. Araşdıran, bu uyğun gəlmir, səhvdir. Təkzib etmək, bu da ümumiyyətlə təqdir, təkzib, bunlar ərəb sözlərdir. Təkzib də kəzəbə, kəzzab sözü, məsələn, yalan söz deyirlər, kəzzab. Təkzib edəndə, yəni, bir var təsdiq edir, təkzib edən isə onu təkzib etmək. Yalanın, deməli, dedik ki, kəzzab yalan sözündəndir, yəni sən inkar etmək. Seçən, təsdiq edən. Bunlar isə uyğun gəlmir. Deməli, cavabımız oldu Sonra 53-də mətnə əsasən klass deyil tamamlaya bilən fikirləri müəyyən edin. 53-ə baxırıq. Deməli, 53-də mətnə əsasən klass deyil tamamlaya bilən fikirləri müəyyən edin. Səbəbi göstərilmir. Yolxuzu xəstəliklərin. İndi biz buradan səbəbi göstərilməyən məsələləri tapmalıyıq. 53-də. Deməli, Mirzə Cəlilin tanış olmasının, Mirzə Cəlil ilə tanış olmasının mətndə bəli, səbəbi göstərilmir. Bunu götürə bilərik. Sonra, əsərdə Bağırovdan bəhs edilmədiyinin, bunun səbəbi var idi. Yəni, buranı oxusaq əgər, Həmidə xanımın cavabında deyir ki, əsər başa çatandan sonra deyir ki, Bağırovun vətən xalq qarşısında xidmətlər kitabı əks olunmayıb. Həmidə xanım isə cavabında həyat üçün tərcih olsa da deyir, mən gördüklərimi yaza bilmərəm, görmədiklərimi yaza bilmərəm. Deməli, burada əslində bu deyilir. Ona görə ikini götürə bilmərəm. Əsərdə Bağırovdan bəhs edilmədiyini. Yəni, bunu deyir ki, yəni, mən görmədiklərimi yaza bilmərəm. Sonra, Üzeyir Hacıbəyovun Həmidə xanım haqqında yazmasının, bəli, bu da var səbəbi. Bax, diqqətli olaq, burada baxaq. Deməli, Üzeyir Hacıbəyov nə üçün yazmış? Çünki Həmidə xanım Mirzə Ələkbər Sabirə yardım eləmişdi. Deməli, Mirzə Ələkbər Sabirə dəstək olur. Ona görə də Üzeyir Hacıbəyov deyir ki, bu hadisə haqqında yazırdı. Sabir kimi şairi təqdir edən bir kişi olmadı. Yəni, qadın onu dəstəklədi. Yəni, bunun da səbəbi var. Sonra, bunu da götürə bilmərik. Həmidə xanımın silah gəzdirməsinin. Bunun da var idi səbəbi. Çünki Mirzə Cəlili müşayiət edir. Burada baxaq, bir dəfə deyir ki, bir dəfə mollalar Mirzə Cəlili təhdid edir. Buna görə də Həmidə xanım silahlanır, Mirzə Cəlili vağzalara qədər müşayiət edir. Yəni, burada da səbəbi var da. Çünki mollalar onu təhdid edir, səbəb budur. Və o da silahlanır, onu yola salır. Ona görə bunu da götürə bilmərik. Silah gəzdirməsinin də var səbəbi. Mirzə Cəlilin hədələnməsinin. Amma nəyə görə onu hədələyirlər? Bu haqda yazılmayıb mətndə. Ona görə də 53-də cavabımız olur A variantı. Sonra 54-də mətnə görə Həmidə xanımın yardımsevəri ilə bağlı ilk məlumat neçənci abzasda verilib? İlk məlumata buna da baxaq. Bax, birinci abzasda ümumiyyətlə nədən danışıldı? Məşhur ziyalıların olmasından, Cavanşirin qızı olmasından, boya başa çatdığı ailədə dövrünün bəzi qanunlarına xas olmayan savadlılar dünya görüşündə yetişməsindən. Yəni, birinci abzasda yoxdur. İkinci abzasda boya başa çatdığı Kəhrizi kəndində xeyriyyətçi və maarifçi qadın kimi tanınmışdı. Bəli. Bax, ikinci abzasımızda var. Ona görə də burada cavabımız olur C bəndi. İkinci abzas. Sonra 55 və 56-cı suallar isə
Mətn əsasında Həmidə xanım həmişə həqiqətin yanında olmuşdur. Fikrini əsaslandıran fakt yazın. Bəli, həmişə həqiqətin yanında olmuşdur. Bunu əsaslandıran faktımız burada var. Yəni, həmin bu məsələyə ki, bayaq oxuduq, vaxt başa çatır, yazdıqlarını yazdıqları falan təhvil verir, bir aydan sonra əsər bəyənilmir. Çünki Bağırovun Vətən Xalq arasında xidməti kitabda əks olunmayıb, amma Həmidə xanım nə deyil? Cavabı həyat üçün təhlükə olsa deyir ki, mən gördüklərimi yaza bilərəm. Yəni, burada görürük ki, Həmidə xanım həmişə həqiqətin yanında olur. Və hər zaman yardımçılığı ilə, xeyriyyəçiliyi ilə insanlara yardım edir. Həmçinin Mirzə Cəlilə dəstək olur, Mirzə Ələkbər Sabirə yardım edir. Ona görə bu faktları yazırıq. Sonra 56-cı sualımızda mətnə əsasən cədvəlin boş xanalarını doldurun. Yəni, burada cədvəl yoxdur. Cədvəl də çox vaxt, belə deyək, klaster ola bilər, Euler-Venn diaqram ola bilər. Yəni, burada baxıb ona yaza bilərik. Yəni, bunu izahını verdi. Yəni, gördüyünüz kimi mətn suallarında əsas qaydamız. Yəni, burada bir neçə üsuldan istifadə etmək olar. Məsələn, adətən bir dəfə mətni ümumi tanışlıq üçün oxuyuruq. Ondan sonra suallara baxırıq. Artıq suallara baxanda biz bilirik ki, mətndə bizdən nə istənilir. Təkrar qayıdıb mətni bir dəfə də oxuyuruq. Və artıq oxuduqca həmin suallara baxmışıq. Oxuduqca o sualların cavablarını da nəzərdən keçiririk. Və yenə də növbəti dəfə mətnin suallarını işləyəndə, yenə əgər çətinliyimiz olarsa, qayıdıb bir daha mətnə baxırıq. Ona görə mətni ümumən oxuyanda hər abzasda dayanırıq, abzası oxuduq, dayanırıq və baxırıq ki, bu abzasda bizdən nə istənilir? Həmçinin bu abzasda nə faktlar oldu? Məsələn, bax, girişdə oxuduq. Azərbaycan ilk maarifçi qadını, sonra kimin qızı idi məsələn? Əhməd bəy Cavanşirin, sonra dövrünün qızlarından, qadınlarından fərqlənirdi savadına görə. Yəni, o faktları nəzərdən keçiririk ki, ona aid olan sualları da işləyə bilər. Yəni, mətn suallarının işləməsinin xüsusi qaydaları var. Yəni, işlədikcə əsas qaydalarımızdan biri odur ki, yəni çoxlu mətn işləməlisiniz ki, sizdə vərdiş yaransın. İnşallah növbəti tədris ilində həm 9-cu, həm də 11-ci siniflər üçün qruplarımız fəaliyyətə başlayacaq. Kim dərslərimizə qoşulub faydalanmaq istəyirsə 050 512 02 16 nömrəsinə yazsın WhatsApp-ına və yaxud zəng edərək əlaqə saxlasın. Növbəti ildə inşallah avqust ayından dərslərimiz başlayacaq. Yenə də nə sualınız olsa ümumən mətnlərə aid qrammatika sualları, yəni qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin bizi sosial şəbəkələrdən, həmçinin YouTube-dan, TikTok-dan, Instagram-dan da izləyə bilərsiniz. Yəni, burada YouTube hesabımız var, onu göstərəcəm. Yəni, dərs videolarını çəkərək bura yerləşdirmişik. Yəni, siz də bu videolardan faydalana bilərsiniz. Sonda kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.